İlxan, Rusiya dövlətinin vətəndaşı, sahibkar. Rusiyada mən sahibkarlıqla məşğul idim. Ölkə başçısı cənab prezidentimiz İlham Əliyevin müraciətinə dinlədim. Cənab prezident öz çıxışında bildirdi ki, Rusiyada və xarici dövlətdə yaşayan vətəndaşlar şərait yaradırsınız ki, gəlsinlər Azərbaycana investisiya yatırsınlar, sahibkarlıqla məşğul olsunlar. Mən də bu çağırışa dəstək olub Azərbaycana gəldim. Cəlilabad rayonunda bir ərazi götürüb orada sahibkarlıqla məşğul olmaq istədim. Fermer təsərrüfatı yaradılmaq istədim. Ona görə də Cəlilabad rayon icra hakimiyyətinə yaxınlaşdım. Orada Cəlilabad rayonu icra hakimiyyətində müavin Hüseynov Sabir Ağa Hüseynoğlu məni qarşıladı. Mən onun otağına girəndə orada da Azərbaycan Respublikasının gerbi, Azərbaycan Respublikasının bayrağı və ulu öndərimizin portretini gördüm. Deməli, Sabir Hüseynov mənə həm müxtəlif vədlər verərək, yüksək vəzifəli məmurların adını çəkərək məndən 35.000 manat, mənim etibarımdan sui-istifadə edərək 35.000 manat məndən pul aldı və həmin torpaqları mənə sənədləşdirib vermənə söz verdi. Təəssüflər olsun ki, bugünkü günə kimi Sabir Hüseynov məni aldadır və ulu öndərimiz Heydər Əliyevin portreti altında beləncə bir dələduzluqla məşğul oldu. Mən də inanmazdım ki, belə bir yerdə belə bir dələduz adam işləyər. Sabir Hüseynov məndən əlavə də dövlət əmlakinə vurduğu ziyanı ölçülməzdi. O, Cəlilabad rayonuna 100 hektarlar torpağı sənədləşdirib əlinə keçirdi. Sənədli əlinə keçirdi və Cəlilabad rayonunda 2 dənə ərzaq mağazası, həyət evi, təndirxanası, mənzili, Təklər kəndində Təklər Şadlıq və meyvə bağı, həyətində zapravkası, tikinti materiallar kooperativi, Bakıda villası, mənzilləri ələ keçirir. Bu, Cəlilabad rayonunda vəzifəli şəxs olduğu vaxtda bunların hamısını alıb, öz qohum müharibəsinin adına sənədləşdirib. Sabir Hüseynov həyat yoldaşı ilə əlbir olaraq uşaq bağçasında uşaqlara verilən ərzaqları Cəlilabad rayonunda ucuz market kimi, köhnə kolxoz bazarının ərazisində yerləşən ucuz market kimi, hal-hazırda ailə market kimi fəaliyyət göstərən mağazada satdırırdı və dövlət əmlakına ziyan vurdu. Mən bilmirəm ki, Sabir Hüseynovun arxasında kimlər dayanıb, kim ona himayələr edir. Sabir Hüseynov Cəlilabad rayonunda hegemonluq edir. Hətta mənə deyir ki, get hara şikayət edirsən elə, mən bunu əvvəldən fikirləşmişəm, mən bunu məsləhətləşib eləmişəm. Səni narkotiklə şərlətdirib tutturacam. İndi də mənə Sabir Hüseynovun ətrafından xəbərlər gəlir ki, Sabir Hüseynov məni aldadıb, özünə inandırmaq istəyir və məni Cəlilabad rayonuna çağırmaq istəyir ki, orada mənə saxta pullarla mənim pulumu qaytarmaq istəyir və məni ilişdirmək istəyir, məni şərləyib tutturmaq istəyir. Sonra deyir ki, əgər bu hadisə baş verməsə, bununla şikayətini dayandırmasa, mən onu maşına vurdurub öldürəcəm. Odur ki, ölkə başçısı cənab prezidentimiz İlham Əliyevdən və baş prokuror Kamran Əliyevdən xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Mənim həyatım təhlükə altındadır. Sabir Hüseynov hegemonluq edir. Sabir Hüseynovun da Cəlilabad rayonunda hegemonluğun qarşısına alan bir qurum yoxdur. Sabir Hüseynov deyir ki, mən Cəlilabad rayonunda pulumu verib qanunları dəyişən bir adamam. Sən məndən bacarmazsan. Get kimə deyirsən, get hara istəyirsən denə. Və mən qalmışam belə çıxılmaz, Rusiya dövlətinin vətəndaşı qalmışam belə çıxılmaz vəziyyətdə. Xahiş edirəm, mənə köməklik göstərəsiniz. Çox sağ olun. Vətəndaşın qeyd etdiyi kimi, əgər ondan hansı bir vəzifəli şəxs torpaq sahəsinin ayrılması məqsədi ilə rüşvət qismində 35.000 manat pul vəsaiti almışdırsa və bu hal gələcəkdə sübut etdirilərsə, burada həmin vəzifəli şəxsin əməlində cinayət tərkibi var deməkdir və həmin şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təbii ki, bu hallar hüquq mühafizə orqanları tərəfindən ətraflı istintaq edilərək araşdırılmalı və bu hüquqi qiymət verilməlidir. Buna görə də vətəndaşın bu hallarla bağlı prokurorluğa müraciət etməsi tövsiyə olunur. Əgər vətəndaş tərəfindən cinayət hadisəsi ilə, cinayət halı ilə bağlı edilmiş şikayətə hüquq mühafizə orqanları tərəfindən baxılmırsa,